Hamıya salam dostlar, mən Leyla, kanalımın videoma xoş gəlmisiniz. Nəzərə alsaq ki, buraxılışa 10-15 gün kimi vaxt qalıb, düşündüm ki, sizə buraxılış tövsiyələri çəksəm çox yaxşı olar. Həm öz təcrübələrimdən danışmış olaram, həm də sizə tövsiyələr vermiş olaram. Deməli, bu arada bura baxacağam, çünki burada notlar tutmuşam, nə danışacağım haqqında. Ona görə arada aşağı baxa bilərəm. Mən son gün dərs oxumağın başını buraxın deyənlərdən deyiləm. Çünki düşünürəm ki, əlimizdə nə qədər vaxt varsa, onu dəyərləndirməliyik axır nöqtəsinə kimi. Mən imtahana gedəndə həmin o avtobusda da dərs oxuyan adamam da. Son ana kimi dərs oxumağı təkrarın başını buraxmamışdım. Məncə siz də elə eləyin. Mənim təcrübəm belədir . Və biraz özüm haqqında deyim ki, mən necə olubdu buraxılışda. Buraxılışda mən ümumi 276 bal toplamışam, amma 2023-cü ildə. İndi mən sizə deyəcəm, niyə 290-larda falan deyil, 276-dır, onu da açıqlayacağam. İndi isə gəlin fən gedək. Birinci başlayaq riyaziyyatdan. Əvvəlcə riyaziyyatdan siz detallı məlumat almaq istəyirsinizsə, əvvəlki videoma baxa bilərsiniz. Bu video üçün deyə bilərəm ki, təkrar eləmək lazımdır. Artıq 10-15 gün vaxtımız varsa, bizim ən güclü silahımız təkrar eləməkdir. Nə edirsiniz? Hansı ki sizin sual dəftəriniz var, düzdürmü? Ora səhvlərinizi yazmısınız. Ya da hardasa işarələmisiniz səhvlərinizi və siz bilirsiniz hansı mövzularda zəifsiniz. Gedirsiniz, oturursunuz, o mövzular yaxşı təkrar edirsiniz. Təkrar necədir? O mövzuda harda səhv eləmisənsə əvvəl, gedib o səhvi bir də işləyirsən. Belə üstündən baxırsan. Və mən riyaziyyatdan ehtimal mövzusunu daha yaxşı mənimsəməyə çalışırdım. Çünki o biraz çətin mövzudur. Yəni necə sual gələcəyini kəstirə bilmirsən. Ona görə o mövzuya diqqət eləməyinizi tövsiyə eləyərəm. Belə ümumi də dediyim kimi üstündən bilmədiyin sualları, mövzuları təkrar edirsiniz. Azərbaycan dili. Azərbaycan dili qrammatikasını rahatdır, düzdür. Əgər qrammatikada aid yetərincə suallar işləmisinizsə, zaten gedib onu yazacaqsınız. 10 dənə qrammatika sual olur buraxılışda. Ona görə qrammatikanı problem eləmirik. Natiq müəllim var, onun videolarına baxa bilərsiniz və yaxud da başqa müəllimlərin. Ən yaxşısı Natiq müəllimdən, Ayşə müəllimlərin YouTube kanalıdır. Deməli, qrammatika belə, onu qoyduq qırağa. Mətinləri tövsiyə edirəm ki, son ana qədər yeni mətinlər işləməyə çalışın. Yəni mətin işləməyi əsla dayandırmayın 10-15 gündür deyə. Elə ən çox siz mətinləri bu vaxt aralığında işləməlisiniz ki, sizin əliniz daha yaxşı öyrəşsin. Mətin elə bir şeydir ki, gərək sizin fikriniz olsun. Necə deyim, fikirləşmə qabiliyyətiniz və fikirlərinizi ifadə etmə qabiliyyətiniz olsun. Elə olanda mətinləri asanlıqla yaza bilirsiniz. Mən də mətinləri yaxşı yazmışdım. Niyə? Çünki özüm kitab oxuyan biri idim və gördüyünüz kimi danışmağı da sevirəm, nəsə izah eləməyi də sevirəm. Ona görə də fikirlərimi asanlıqla izah edə bilirdim. Bir də uşaqlar mətin işləyəndə ona diqqət eləyin ki, siz mətnini işlədiniz, cavablara baxırsınız, düzdür. Qapalı cavablardan biri səhvdir. Sən belə düşünürdün, amma cavab belədir. Orada baxın, görün, sual yazanlar sizdən nə istəyir? Yəni, sən sən belə düşünmürsən, bəs sual yazan səndən nə istəyir? O strategiyaları fikirləşib tapmağa çalışın. Yəni, mətinləri bu şəkildə həll eləmək olur. Sonra, İngilis dili üçün isə qrammatikadır, listeningdir, readingdir. Təbii ki də dayanmadan işləmək lazımdır. Qrammatika biraz işləyəndən sonra oturur. Yəni, onu çoxlu təkrar eləməyə ehtiyac yoxdur deyə düşünürəm. Amma listening, readingdir. Həqiqətən çoxlu praktika eləmək lazımdır ki, yerinə otursun və siz imtahanda yaxşı nəticə əldə edə bilərsiniz. Bunlar ümumi tövsiyələr idi. İndi keçək əsas hissəyə. Bəs imtahanda nə edəcəyik? Getdim, sinifə girdim. Orada nə edəcəm? Sinifdən əvvəl nə edəcəm? Baxın, birinci növbədə onu deyim ki, imtahan yaxınlaşır deyə ay yuxumu pozum, gec yatım, gecə 3-ə 4-ə kimi dərs oxuyum falan. Elə şeylər eləməyin. Mən də eləməmişəm. Mən abituriyent vaxtı heç vaxt yuxumu pozmamışam. Uzaq başı 1-ə kimi dərs oxuyurdum, ondan sonra yox. Çünki yuxu pozulanda hər şey pozulur. Stres gəlir insana. Sən onun fərqində olmasan da, həqiqətən deyirəm, yuxunun çox təsiri var insanın
stresinə, mental sağlığına çox təsiri var. Ona görə yuxumuzu pozmuruq. Bu birinci qayda. İkinci qayda. Əsla stresə düşmürsən ki, nə edəcəm, necə yazacağam, nətər olacaq? Yaxşı olacaq. Həqiqətən, hazırlaşmısansa, əlindən gələni eləmisənsə, yəni maksimum nə ola bilər ki imtahanda? Maksimum bir dənə səhv edəcəksən. Olsun. Yəni dünya sonu deyil ki. Olanda olsun da, yəni problem yoxdur uşaqlar. Hər şey okeydir. Sənin əsas üzüləcəyin şey nə ola bilər? O ki, sən oxumamısan. Gedirsən imtahanda, okey də bu sualı bilmirsən də. Bilmirsənsə, onda deyə bilərsən ki, yəni oxumamışam, bilmirəm də. Amma oxumusunuzsa, yaxşı hazırlaşmısınızsa, yəni sizin qorxacağınız bir şey olmamalıdır. Oxumamısınızsa da canınız sağ olsun, yəni problem yoxdur. Aha, qorxmuruq. Onu qeyd elədim. Sonra gəldik imtahan gününə. Səhər duranda həmişəki kimi normal şeylər yeyirsiniz. Normalda bir yumurta yeyirəm. Bugün imtahan günüdür, 2 yumurta yeyim. Ya eləməyin elə şeylər. Ehtiyac yoxdur. Siz elə eləsəz uşaqlar, beyniniz avtomatik fikirləşəcək ki, ay bugün fərqli gündür, stresə düşməliyəm. Siz gündəlik şeylərinizi eləsəz, beyniniz deyəcək ki, okey, bu da normal günlərdən biridir. Başa düşdünüz? Və görürsüz, çox belə kiçik hissələr sizə təsir edir əslində. Mən özüm də hər səhər nə yeyirəmsə onu yeyib çıxmışdım, yəni evdən. Və mən belimdə ağır çanta ilə getmişdim, çünki yolda da dərs oxuyurdum. Yəni deyirdim ki, onsuz bu 1-2 saat qalıb da, niyə dərs oxumayım ki, mən nə ki pis xeyri olacaq, yəni daha çox xeyri olacaq. Ona görə dərs oxuyurdum. Belə rahat idim. Deyirdim, okey, yazsam da okeydir, yaza bilməsəm də okeydir, heç kim məni kəsməyəcək, asmayacaq, yəni hər şey yaxşıdır. Sonra orada düzüləcəksiniz sıraya. 9-cu sinifə getmisiniz də imtahan. Orada yoxlayacaqlar sizi, pasport falan, girdiniz içəri. İçəri girəndən sonra oturdunuz partada. Yaxşıca yoxlayın ki, sizi narahat edən bir şey olmasın. İşıq mı gəlir pəncərədən, günəş mi gəlir, dil nəzarətçiyə ki, pəncərəni pərdəni endirsin. Partamı sallanır. Əgər səni narahat edirsə, de onu. Çünki imtahana deyəcəksən ki, ay da bununla məni narahat edir, bu mən niyə demədim? Mən oturan parta yerlənirdi özə bayağı. Mən bilirdim ki, mən bunu deməsəm, bu yerlənsə imtahan yazanda, mən beynimdə arxasında fırlanacaq ki, bu yerlənir də. Neynədim? Dedim, nəzarətçiyə dedim ki, mən bu yerlənir, bunu dəyişə bilərsiniz. Onların dəyişməyi bu arada borcudur, yəni dəyişməlidirlər. Və dəyişdi. Orada bayağı həngamə oldu. Çünki normal parta deyil də, birləşik olur. Stul birləşik partalar olur, böyük partalar onlardan idi. Yəni onu dəyişdirtdirmişəm də, yəni o qədər mənim üçün önəmli idi. Siz də sizi narahat edən nəsə varsa, deyirsiniz nəzarətçiyə, dəyişir. Problem yoxdur. Onu dəyişdirdim, heç nə, oturdum normal. Başlayırıq imtahana. Birinci gəlir ingilis dili, yəni xarici dil imtahanı. Başlayır dinləməklə, düzdür? Deməli, nə edirsiniz? Sizə bir tövsiyə verim. Elə olur ki, sizə kitabçanı açmağa qoyurlar, amma dinləmə biraz texniki problem olur, gec başlayır da. O arada, yəni hər saniyə dəyərləndirməlisiniz. O arada dinləmə suallarını gözünüz önünüzdən keçirin, yaxşı? Ki, yəni biraz şey oluşsun da. Sonra birinci dinləmə çatanda, bir də bunu deyim ki, ortada əgər nəsə problem varsa, əsla qorxmayın. Yəni, çünki dinləmə elə bir şeydir ki, siz ortada bir şey itirsəz, sonrası da gedəcək, vapşın pis olacaqsınız. Ona görə də dinləmə ortada gedəndə şey olmayın, pis olmayın. Əgər nəsə problem varsa, zaten düzəldəcəklər. Dinləmə işləmə qaydasını zaten bilirsiniz. Birinci suallara baxırsınız, sonra yenidən diqqət edirsiniz falan. Sonra qrammatikadır. Siz işləmə sırasını özünüzə uyğunlaşdırmalısınız. Siz bura kimi imtahanlarda hansı sırayla getmisinizsə, o sırayla gedin. Yəni, nəysə qarışdırmayın, başa düşdünüz necə? Deməli, imtahana başlayanda görsəz ki, biri həll edirsiniz, alınmır, ikini həll edirsiniz, alınmır, əsla motivasiyadan düşmürük. Çünki zaten siz onlara sonradan qaydanda alınacaqdır, yəni problem olmayacaq. Sadəcə imtahanın ilkin həyəcanından siz onu eləyə bilmirsiniz. Yəni problem budur. Mən məsələn xarici dil imtahanında dediyim kimi çox rahat girmişdim. Stres sıfır, yəni heç nə yoxdur. Dinləmə çalınırdı. Mən
ruçka ilə yazmağa çalışırdım, əlim titrəyirdi. Amma yenə deyirəm, özümdə görünən stres heç nə yoxdur. Sadəcə beynim işini görür də, yəni özüm nə qədər desəm də stressizəm, amma stressliyəm. Əlimin titrəməsindən bilinir. Sonra mətnləri falan da, mətnləri bu arada tövsiyə edirəm ki, birinci mətnlərdən başlayın. Çünki nə qədər ayıq başla sualları oxuyub fikir bildirməyə çalışsanız, o qədər yaxşı olacaq. Bu arada bizim imtahanımızda Azərbaycan dili mətnində bir dənə sual var idi ki, bir dənə frazeoloji birləşmə idi. Yazılmışdı ki, onun 7 mənasını, bəli, 7 mənasını cümlədə işlədin. Yəni dəhşət sual idi. Mətnlərin digər açıq sualları da heç yaxşı deyildi. Çox qəribə suallar idi. Çox çətin idi. Araşdırsanız 2023-cü ilin buraxılışını orada görəcəksiniz. Hətta mən elə düşünürdüm ki, 60 falan yığacam Azərbaycan dilindən. Həqiqətən bunu düşünürdüm. Amma axırda 7-90 oldu. Çünki yəni o stresslə bilməmişəm necə yazmışam, amma yaxşı yazmışam. İngilis diliyə gəldikdə isə İngilis dilində də listening dediyi, readinglə qrammatikaya, yəni uşaqlar polnu vaxtınız var. Ona görə onlardan narahat olmuruq, readingi oxuyuruq, yazırıq falan filan. Esse də var sizdə, səhv eləmirəmsə, bizdə esse yox idi. Essedə də 5-6 cümlə yazılmalı, düzdür. Onu necə eləyə bilərsiniz? Şablonlar öyrənin, şablon cavablar. Evdə oturun, məşq eləyin ki, mənə bu sual verilsə necə bir cavab yazacağam və yaxud da belə. İngilis dili yəni asandır, onu həll eləmək olur. O cəhətdən narahat olmayın. Azərbaycan dilinə dedim, riyaziyyatda dedim. Özüm deməli, dediyim kimi riyaziyyatım 100-dür, 100 bal olub. Azərbaycan dilim 90, İngilis dilim isə 86. Deyə bilərsiniz ki, hamısı 90 plusdur, bəs İngilis dilim niyə aşağıdır? Çünki mən 9-cu sinifə qədər alman dili üzrə getmişəm. Yəni məktəbdə xarici dilim alman dili olub. Başqa məktəblər kimi İngilis dili keçməmişik. Və mənə 10-cu sinifdə belə bir təklif gəldi ki, İngilis diliyə keçə bilərsən, yəni istəsən İngilis dili öyrənə bilərsən. Mən də getdim bir gün, o təklif gələndən sonraki gün evdə açdım YouTube-u. Dedim ki, İngilis dili qrammatika izahları. Açdım birini. Dedim, hə, mən bunu bacara bilərəm. Və sonraki gün qərar verdim ki, mən İngilis diliyə keçirəm. Və beləliklə çox böyük bir risk almış oldum əslində. Çünki əlifba belə bilmirəm. Həqiqətən əlifba belə bilmirəm. Çox yaxşı yadımdadır. Müəllimin yanına aparmışlar ki, mənim bu uşaq yəni İngilis dilisi 0-dır. O qayıdıb demişdi ki, əlifbanı belə bilmir. Belə istehza ilə demişdi. Mən də demişdim, bəli, bilmirəm. Və yəni elə baxmışdı ki, sanki bacarmayacağam kimi, amma gördüyü kimi bacardım həqiqətən. İndi də İngilis dili məktəbdə oxuyuram, yəni hər şey alınır. Çox çalışanda. Və belə. Başqa bir tövsiyəm yoxdur. Bulardı elə. Bunların hamısını əməl eləsəz zaten hər şey yaxşı olacaq. Bəli dostlar, videom bu qədər idi. Ümid edirəm ki, sizlər üçün faydalı olacaq. İmtahanınızda da uğurlar arzu edirəm. Sağ olun, görüşərik.